Yazıb ki, beynimə batdı andola. Valla düz deyirəm qızlar. Bax, gəzməyə sizlə gedir. Bax, indi özümdən deyirəm də. Məsələn, mənə heç vaxt gəzməyə aparmırdı, amma sevgilisini həmişə gəzməyə aparırdı. Gəzməyə sizlə var. Nə qaynanadan xəbər olur, nə baldızdan xəbər olur, nə qohum-əqrəbənin qulluqçusu olursan. Ancaq kişi səni ovucunun içində saxlayır, bacı. Gəzməyə səni aparır, qırqızıl səni alır, restoranlara səndən gedir, videolar səndən çəkilir, fotosensiyaları səndən eləyir. Ən gözəl geyim harda çıxsa sənə zəng eləyir ki, al onu həyatım. Papacanı, olursan birinci arvad, olursan nəslin ambalçısı. Uşaq doğursan, uşaq böyüdürsən, heç səni nə dalmır uşaq böyüyəndən sonra. İkinci arvad olursan, şirin olursan. Qaynandadan, qaynatadan xəbərin olmur. Nəsildən, əcabətdən xəbərin olmur. Ancaq kişi səni əzizləyir, öpür, gözünə qoyur. Ona görə elə ikinci arvad yaxşıdır, bacı. İkinci arvad ən gözəlidir. Ən gözəli. Ən gözəli. Haqlı. Bax, yazıb ki, haqlısan, mən eləyəm. Yazıb ki, beynimə batdı andola. Valla düz deyirəm qızlar. Bax, gəzməyə sizlə gedir. Bax, indi özümdən deyirəm də. Məsələn, mənə heç vaxt gəzməyə aparmırdı, amma sevgilisini həmişə gəzməyə aparırdı. Gəzməyə sizlə gedir, restorana sizlə gedir, şəkili sizlə çəkdirir. Küsəndə gəlib sənə öpür, qucaqlayır. Sultanım, quzum, səni öpür, yalvarır, sənə bağışla deyir. Sən də onu qucaqlayır. Şimdi kupan olaram eləyirsən belə. İstəmirəm az. Yoxsa kişidən küsürsən andalalay, sən dalına da almır. Deyir, cəhənnəmə küs görə çıxsın. Sonrasında axşam çörək pulu istəyəndə barışacaq mənlə. Vallahi düz deyirəm. Ona görə ikinci arvad şirin. Şirin, təmiz söhbət. Təmiz söhbət. İkinci arvad şirin olur, bacım. Bir dənə də fikirləşin, indi yenə də məsləhətisindir. Fikirləş. Yalan deyirəm, deyin, yalan deyirsiniz. Bax, görürsünüz nə qədər adam yazıb tüppələmdiniz. Vallahi. İstədiyin cür geyinirsən, istədiyin cür gəzirsən, istədiyin cür yeyirsən, istədiyin cür səni qucaqlayır, öpür, sığallayır, gəzdirir, nazınla oynayır, səni qısqanır, telefonumu bütün günü araşdırır, telefonu gec açan kimi gəlir yatır qapında. İkinci arvad necə gözəl bir şeydir, az yaxşı, az beynimə. Əla bir şeymiş doğrudan. Canımsız. Necə cız elədilər. Vallahi gözümdən olub. İndi gedim mən bu həyasızlıqla gedim bu gözümü də həll eləyim. Deyir, vallahi bu bəxt məndə var ki, ikinci də olsa bəxtim gətirməyəcək. Ay qız. Öyle böyle necə krasavitsa az poxuşuyur. Krasavitsa yox bir pox. Sən işin gücün yoxdur. Yox, mənim işim gücüm burada qatıq-qatıq danışanları cız eləyib cızdağından çıxartmaqdır. Köy indi gəlmişdi məndən söz olmağa, köy gəlmişdi məndən söz almağa. Yanıb necə yaxıldı. Ağız. Nə tər yaxıldı. Ya köy məndən gəlib söz almağa da Allahın adından da olsun. Gəlib. Ged onda döyül söyül da bacı. Yazıb ki, fikir ver, yazıb ki, bir ikinci arvad olmaqdansa birinci arvad olub döyülüb söylərəm. Git döyül söyül, anavı söylsən, ana onun ağzını belə-belə eləyim, qardaşının ağzını belə-belə eləyim, ata onun ağzını belə-belə eləyim. Git döyül söyül da, bacı, sənə nə deyirəm ki, qabağı kəsmişəm, qurban olum. Git döyül söyül yoldana, mən sənə nə deyirəm ki, deyirəm boşan, cic deyib bu da, Allah başını çatmır səndə. Bax, görsən yazıb ki, mənim ərim falan pozğunu qıraqda saxlayırdı. Sonra üzə çıxdı, boşandım. Bax, gör nə deyir. İndi pozğunla elə xoşbəxtdir. Aşkım, bax, sən əsəbləşib pozğun deyirsən. Bax, mən də həmişə əsəbləşəndə elə deyirəm. Deyirəm ki, mininə verib min birincilə namizəd olan. Mən də deyirəm. Amma bacı qurban olsun sənə. Quranın adına and olsun. Boşanmış qadınlar bu dəqiqə
oraların evli qadınlardan çox qəşəng təmiz saxlayır. Bax, and ola Allaha. Bax, sən deyirsən də, sən əsəbindən deyirsən də, düzdür o pozğunu. Mən də deyirəm mini ilə görüşüb 1001-ciyə namizəd olan. Bax, qulaq as da, bir qadın bəxti gətirməyibsə, ərindən boşanıbsa, o pozğun sayılmır. Başa düşdünüz? Bir qadının ərindən bəxti gətirməyibsə, o boşanıbsa, o necə pozğun sayıla bilər? Hə? Necə pozğun sayıla bilər? Ay bacı, sənin də qızvın başına gələ bilər, sənin də bacıvın başına gələ bilər, sənin öz başına da gələ bilər, sənin onda cəmaat desin pozğun, ərindən boşanmısan deyənə, pozğun desin sənə, hə? Düzdür bu. Düzdür bu, bacı qurban olsun sizə, düz deyil axı qurban olum. İndi əsəbimizdən deyirik, düzdür, mən də demişəm. Amma düz deyil, valla düz deyil. Allah haqqı düz deyil. Bilsiz niyə? Bax, boşanıb, bax, tutaq ki, boşanıb bu qadın. Ərindən boşanıb da bəxti gətirməyib, nə bilim, nə olubsa boşanıb. Bax, indi mənim boşanma səbəbim bəllidir. Boşanmışam. İndi mən həyatıma kimisə salacamsa və bu da evli biri olacaqsa, indi onun arvadı mənə deyir, pozğun. Mənim ahımda gedir onun balalarını tutur. Adama deyirlər, az, pozğunluğumu görmüsən? İndi mən sənin ərvi kəbin kəstirib həyatıma salmışamsa, nə pozğunluğumu görmüsən? İkinci dəfə bəxtin sınıyır da, ay bacı. Nə dəxləsi var? Bunu harada pozğunluğun gördün? Biri ilə yaşayan pozğun sayılmır. Pula çıxan pozğun sayılır, bacı. Başa düşdünüz? Bədəni pul ilə satanlar pozğun sayılır. Bədənini pul ilə satan pozğun sayılır. Yoxsa gedib biri ilə yaşayırsa, kəbin kəstirirsə, o insan daimi onun həyatındadırsa, o insan pozğun sayılmır, ay bacı. Biz əsəbləşib deyirik, düzdür. Əsəbləşib deyirik pozğundur. Əsəbləşib deyirik, amma o pozğun sayılmır, ay bacı. Allahın adına and olsun, kişi heç öz evindəkinə o qədər baxmır ki, o ikinciyə baxır. Özdə mən indiyənə qədər bunun şahidi olmuşam ki, bacı, gəzən kişilərin arvadları heç vaxt gəzmir. Allah haqqı. O kişi ki, arvadına qəşəng baxır, hər bir şey yerində eləyir, o kişilərin arvadları gəzir, elə bir başları xarabdır. Gəzən kişinin arvadı heç vaxt gəzmir. Niyə belədir? Bax, kişilər gəzir, 1000-dən hoqqadan çıxır, gündə biri ilə görüşür, hə? Olan arvadları gəzmir, bacı, düşür o kişilərin dalına. O kişi ki, arvadın dalına düşür, o kişi arvadın nazı ilə oynayır. Həmişə onların arvadları gəzir. Bu gör nə qədər düz yazdılar. Niyə elə olur, bacı? Qudurğanlıqlarından gəzir. Hə, bilmirəm də ona. And olsun Allaha deyir, xanım düz deyirsən. Bax, oğlan yazıb özdə bunu mənə. Gəzən kişilərin arvadları düşür kişilərin dalına. Gündə dalaşırlar, gündə, ay Allah, sən oraya getdin, sən bura getdin, sən oraya getdin, sən bura. O ki, kişi düşürək arvadın dalına, yaltaqlanır, götündən əl çəkmir. O da deyir elə, sənin qardaş dediyin insanla mən görüşərəm, sən də görərsən, düşəcəksən dalıma. Valla, görsən, gör nə qədər düz yazıblar. Qızlar, öpürəm. Bir dənə takip atın. Bir dənə takip atın. Takip atın, mən də çıxıram. Evli kişi ilə görüşürsən, yaxşı eləyirəm. Əcəb eləyirəm. Yazıb ki, sən evli kişilər sənə haqq versin deyə belə danışırsan. Özün yəqin evlisi ilə onun arvadının ahı mənim ahım mənim ərimi tuta bilər. Mənim ahım mənim ərimin həyatındakı qadını tuta bilməz. Çünki o qadının üstündə mənim haqqım yoxdur. Başa düşdün? Amma mənim ahım, məsəl üçün,
öz ahımı tuta bilər. Bacı qurban, öz ərimin tuta bilər. Çünki haqqım onun üstündədir. Haqqım onun üstündədir. Yəni, onun gəzdiyini tuta bilməz. Çünki o mənə heç nə eləməyib. Mənə nə eləyibsə, əziyyət çəkib 9 ay qarnında daşıdığım uşağın atası eləyib. Mənə nə eləyibsə, anasına hambalçılıq elədiyim ərim eləyib. Mənə nə eləyibsə, bacısına qulluqçu olduğum ərim eləyib. Mənə nə eləyibsə, xəstə olanda baxdığım ərim eləyib. Mənə nə eləyibsə, ayağın yuduğum ərim eləyib. Mənə nə eləyibsə, xəstə olanda belinə banka qoyduğum, ayaqlarım masaj elədiyim, can dediyim ərim eləyib. Ona görə mənim ahım mənim ərimi tuta bilər. Bacı qurban olsun sənə. O qadını tuta bilməz. Çünki o qadın da öz xoşbəxtliyi üçün çalışır. Tak ki, sən özün evli kişi ilə danışırsan, ahı göz yaşı var, subay tap, subaylasın. Mənə deyirsən, ərin xəyanət etsə xoşun gəlir. Bu kimdir mənə yazır? Onun arvadı, kimin arvadı, ay bacı? Bunlar məni evli kişi ilə düz qoş elədilər. Kimin arvadı bacı? Mən məsəl üçün deyirəm. Yazırlar evli kişi ilə görüşürsən, yazıram əccəb eləyirəm, yaxşı eləyirəm, əccəb eləyirəm, əlimin içindən gəlir. Həyat bilmirəm necədir. Bəlkə ola bilər sabah görüşdüm, nə yalan deyim ki. Yaxşı, bunlar mənə düz qoş eləyiblər, and olarlar, veriblər evli kişiyə. Onun arvadının da ahı mənə tutur. Nəysə bacı. Heç kimin ahı da tutmur. Boyu yerə soxum sənin. Yatmısan heç alnımda. Boyu yerə soxum sənin. Soxum sənin boyu yerə. Canlımda yatıb ay bacı. Harda səhifə açıram gəlir ora. Harda səhifə açıram gəlir ora. Yatır canlımda. Az nə var mənim canlımda. Ged işindən gücündən məşğul ol da. Ay sənin gülbaşa. Ay daşım düşsün sənin təpəvə. Ay sənin əbəcdadın qırılsın. Ay başıva daş düşsün. Az nə istəyirsən məndən? At cəhənnəm ol çıx da canlımdan. Ay Allah. Elə bilirsən ki bilmirəm də. Hə? Sən Allah elə bilirsən ki görmürəm. Hə? Arvadın ahı tutub sizi. Arvad kimdir bacı? Arvad kimdir bacı? Arvad kimdir ay bacı? Yazıb ki, ərim alisi da doğuzdurdu da, aldı da doğuzdurdu da. Əskər gedəsi gəldi də, evləndi, hələ nəvəsi də oldu, amma ahzat tutmadı. Az deyirlər də, az nə az, nə az, nə az, nə ah, nə ah. Ah zat yoxdur bacı. Mən ahı ki bu dünyada görmürəm. Mən o dünyada heç bilmirəm nə olacam. Mən ahı hardan görəcəm bacı? Hə? Qurban olum sizə. Bax, mən istəyirəm bu dünyada görüm. Ahımı bu dünyada görüm. Mən əgər bu dünyada görməyəcəmsə, mən nağarram az o dünyada. Bəlkə heç o dünya yoxdur. Hə? Mən bu dünyada görmək istəyirəm. Bu dünyada görmək istəyirəm. Görüm ki, o belə qəşəngcənə sürünür. Görüm, özünü görüm də, özünü. Mənim heç kimdən işim yoxdur, özünü. Sırf özünü görüm. Mən əgər onu görməyəcəmsə, gündə bir dənə belə pit sıxmasın şeydə işləyir. Nədir? Rentakada. Gündə bir dənə maşın alır özünə. Gündə bir yerdən, nə bilim, gündə bir yerə gedir. Gündə bir yerdən səsi gəlir. Gündə bir dənə özünə maşın alır. Mən onun ahını, mən bu dünyada görməyəcəmsə, nağarramaz o dünyada. Yaz. Boşanmış kişi ilə ailə yaxşı bacı. Söz. Boşanmış kişi ilə quracam, ya da boşatdırıb özümü verəcəm ona. Ya da boşatdırıb ailə quracam. Ya boşanmış kişi ilə ailə quracam, ya da boşatdırıb gedəcəm ona. Söz verirəm sənə. Sənə söz verirəm.
Tanış olacaq. Elə bir ki, mənə kim yaxınlaşdı, deyəcəm boşanmısan? Desə yox, deyəcəm boşanmaq fikrim var. Elə soruşacam. Deyəcəm boşanmaq fikrim var. Desə, deyir arvadı ölən salamatdır. Deyir arvadı ölən salamatdır. Ay Allah. Deyir ki, neyvə lazımdır, gedib indən sonra kiməsə nökərlik eləsə. İkinci xanım nökərlik eləmir. İkincilərin qabağında nökər işləyir, bacım. İkinci xanım olmaq xanım deməkdir. Doğrudan xanım deməkdir. Birinci xanım nökər xanım, ikinci xanım xanım. Allah haqqı. Birinci xanımlar olur, nəslin nökər xanımı olur. İkinci xanımlar olur, xanım. Xanım. Evli kişi, az evli kişi poxun yesin, yeyib gəzməsin. Gəzirsə, deməli, arvad yaxşı deyil gəzir. Mən özümdə o qədər o sualları vermişəm ki, özümə ki, mənim nəyim çatmırdı gəzir, mənim nəyim çatmırdı. Bəlkə də insan sevir də, xarakterin sevir. Bilmirəm də, məsələn, mən baxdım o qadına, sonra özümə baxdım, dedim ki, ay Allah, yəni bunu necə sevə bildi? Demək ki, xarakter məsələsidir də, aşkım. Xarakter məsələsidir. Az bir kişi ki saxladığı arvada gedib öz arvadının haqqında orası xəstədir, burasında qrija var, orasında qrija var, atası belədir, qardaşı belədir, nə bilim nədir, acından öləndir, siqandılar, cındırdılar. Bu sözləri danışırsa, o kişi ilə bir yatağa girən qadının boynu yerə soxum mən. Allahın adından da olsun. Quran haqqı. Soxma kişinin boynu. Heç o kişi qurdursun qırağayı. O qadının boynu yerə soxum ki, o kişi gedib arvadı haqqında hər şeyi danışıb. Sən də ki. İşdən çıxmamışam, aşkım, gedəcəm işə. Deyir, onda o kişi matışqadır. Deyir, əsnədim mədə. Azüsərdən əsnəyirəm, bacı. Sumqayıt 50. Öpürəm səni. Allah. Neyse. Durum gedim bacı. Kızlar bir tane takip atın. Bir tane takip atın, durum çıxın mən. Gedim görüm nə olur bu gözümün altı. Bir tane takip atın, durum çıxın mən evdən. Gedim görüm mən bu gözümün altı nə olacaq, nətər olacaq. Bir dənə şey deyin, takip atın bir dənə, takip atın. Ay Allah, ağzım çırıldı əsnəməkdən. Bir dənə takip atın. Deyir, Ayvisi, get, indi sən gəz ərinlə, əvvəlki bilsin necə olur. Aşkım, mənim ərim mənə zəng eləmişdi də.
Dedi ki, gəl sevgili olaq, sonra uşaqlarımın atası olaram. Söydüm, batırdım, adboy elədim, blok elədim. Allah haqqı. Dedim, o necə olur? Mənə dedi ki, gəl sənin sevgilin olum, sonra uşaqlarımın atası olaram. Elə bil uşaqlarımı dədəmin evindən gətirmişəm. Bonus gətirmişəm. And ol Allaha. Balıq bir cüddə baş çatmır. Allah haqqı bilmirəm. Utanmaz mənə yığıb o sözü dedi. And ol Allaha. Dedi, səni unuda bilmirəm. Darıxmışam sənin üçün. Elə deyirdi bacı. Bilmirəm da. Yalan deyir, doğru deyir. Narsis insandır da. Uduzmağı sevmir. Allah'ımız and olsun qızlar. Gəldim uşaqlarıma danışdım. Uşaqlarım özləri güldü. Dedi, başı çatmır. Yerazların deyir, hamısı iki arvatda olur. Az indi iki arvatda olmayan kişi var. Allah haqqı indi iki arvatda olmayan kişilərə pis baxırlar. Hamı iki arvatda deyir olsun. Bir dənə takibatını çıxıram. Takibatını çıxıram qızlar. Gedimə durum gedim. Zaryadkamda qutardı. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Takibatın yeni səhifəmdə yenə canlı açacağım.